Vaxtilə yerə belə bir şey atıblar, yemləmək qadağandır. Çünki bu suyun içərisində balıqlar var. Xaçın çayının kənarı var. Bax, suyun içində yaxınlaşdırın, balıqları görürsünüz. Burada yazıblar, yemləmək qadağandır. Bax, bu hissiyəm. Balıq yemləmək qadağandır. Əvvəl kirilcə yazmışmışlar, indi sonra latın əlifbası ilə yazıb yapışdırıblar. İndi bilmirəm, günorta vaxtı gəlməmişəm, səhər tezdəndir. Ama burada bir şey var. Balıklar burada da var. Yani balıkları artık özelleştiriplər. Bu hissədə də balıklar var. Düzü Xaçın çayıdır. Kenarları zibillənir yenə həmişəki kimi. Təmiz saxlamırlar. Və orada Xaçın çayından su gəlir. Bir balıq setka kimi qoyublar ki, balıq o tərəfə keçməsin. Amma yenə də balıqlar keçir. Baxın, içəridə yeni balıqlar var. Və bir dənə də setka qoyulub ki, balıqlar yenə Xaçın çayının aşağı hissəsinə keçməsin. Ona görə də çayın aşağısında artıq balıq axtarmağa dəyməz. Çünki setka qoymur. Amma yenə də bunun içərisində də balıqlar var. Və burada üzürlər. Ona görə çayın aşağı hissəsində balıq axtarmağa dəyməz. İki dənə setkadan süzülür. Artıq bu hissədən aşağı keçə bilmir.